Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə bağlı dövlət satın almaları portalında yerləşdirilən məlumat ictimaiyyət arasında müəyyən suallar doğurur. Doğru xəbər.tv xəbər verir ki, dövlət satın almalarının elektron portalında etender.gov.az yerləşdirilən məlumatlara əsasən sözügedən qurum tərəfindən 24 min manat məbləğində satın alma bir mənbə üsulu ilə həyata keçirilir. Rəsmi məlumatda satın almanın başlama tarixi 03 mart 2026-cı il, bitmə tarixi isə 31 dekabr 2026-cı il kimi göstərilib. Satın alma metodu kimi isə bir mənbə qeyd olunub. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, eyni məzmunlu məlumatın portalda eyni tarixdə 2 dəfə yerləşdirildiyi müşahidə olunur. Bu isə müəyyən suallar doğurur. Söhbət 2 ayrı müqavilədən gedir, yoxsa eyni müqavilə sistemə səhvən 2 dəfə daxil edilir. Qeyd edək ki, dövlət satın almalarında bir mənbədən satın alma üsulu xüsusi hallarda tətbiq edilən prosedurdur. Bu metoddan istifadə edilərkən açıq tender keçirilmir və sifarişçi qurum mal və ya xidməti birbaşa bir təchizatçıdan əldə edir. Qanunvericiliyə görə bu üsul əsasən aşağıdakı hallarda tətbiq oluna bilər. Bazarda yalnız bir təchizatçının mövcud olması, təcili və ya fövqəladə vəziyyətlərin yaranması, yaxud texniki və hüquqi səbəblərdən alternativ təchizatçıların olmaması. Məhz bu səbəbdən bir mənbə üsulu ilə həyata keçirilən satın almalar hər zaman ictimai nəzarət baxımından daha diqqətlə izlənilir. Çünki bu halda rəqabətli tender mexanizmi tətbiq edilmir və digər potensial təchizatçıların prosesdə iştirak imkanı məhdudlaşır. Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə bağlı portala yerləşdirilən məlumatda isə diqqət çəkən məqam məhz eyni məlumatın 2 dəfə dərc edilməsidir. Bu vəziyyət bir neçə ehtimalı gündəmə gətirir. Birinci ehtimala görə eyni məbləğ və eyni şərtlərlə 2 ayrı müqavilə bağlanmış ola bilər. Digər ehtimala görə isə müqavilə barədə məlumat sistemə texniki və ya insan faktoru səbəbindən 2 dəfə daxil edilmiş ola bilər. Hər iki halda məsələ ictimai maraq doğurur. Çünki dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi prosesində şəffaflıq və hesabatlılıq mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət qurumlarının satın alma məlumatlarını elektron sistemlərdə dərc edərkən məlumatların dəqiqliyinə və tamlığına xüsusi diqqət yetirməsi vacib hesab olunur. Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəsmi mövqeyi də maraq doğurur. Əgər portala yerləşdirilən məlumat texniki səhv nəticəsində 2 dəfə dərc olunubsa, bunun izahı ictimaiyyət üçün açıqlanmalıdır. Əks halda isə 2 eyni məbləğli və eyni tarixli müqavilənin hansı əsaslarla bağlanması məsələsi aydınlaşdırılmalıdır. Doğru xəbər.tv olaraq məsələ ilə bağlı rəsmi qurumun mövqeyini öyrənmək üçün mətbuat xidmətinə zəng etdik. Lakin təəssüf ki, qarşı tərəf zəngimizə cavab vermədi. İstənilən halda qurumun açıqlamasını dinləməyə və dərc etməyə hazırıq. Qeyd edək ki, dövlət satın almaları ilə bağlı məlumatların açıq platformalarda yerləşdirilməsi məhz ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan belə məlumatları diqqətlə araşdırılması və mümkün uyğunsuzluqların gündəmə gətirilməsi medianın üzərinə düşən vacib vəzifələrdən biridir. Mövzu diqqətimizdədir.